İstefa şüarları asimana bülənd oldu. Biz Tovuzda zəfər, Avrokubok, çempionluq və digər bu kimi səslərin yüksələcəyini gözləsək də kritik durum yaranıb. Komandadan etirazlar var və azarkeşlərin səbri bura qədər idi. İstefa şüarları ilə yadda qaldı Turan Tovuzun Sabahla qarşılaşması. Həmin oyunla bağlı və klubla bağlı son durumu danışacağıq. Hər vaxtınız xeyir. Əvvəlcə oradan başlayaq ki, Sabah bu mövsüm kifayət qədər yaxşı forma yığıb deyə bilərik. Əslində mövsüm də yox, bu son aylarda, son həftələrdə deyək, komanda mövsümə də istədiyi kimi başlamamışdı, adına, büdcəsinə, heyətinə uyğun başlanğıc eləyə bilməmişdi. Dambrausqasla Avrokuboklarda istədiklərini ala bilmədilər və çempionatda istədikləri başlanğıcı edə bilmirdilər, lakin sonradan toparlanmağı bacardılar. Hətta ötən oyun, Neftçi oyunu bizə göstərirdi ki, Sabah necə güclüdür, necə formadadır və necə komandada əhval-ruhiyyə yüksəkdir, qələbəyə köklənirlər bütün oyunu. Tovuzda da belə oldu və etiraf eləyək ki, bu qarşılaşmadan qabaq biraz Tovuz tərəfinin gözləntiləri çox idi. Bu oyunun favoriti Turan Tovuz deyildi. Bu oyunun favoriti hazırki forması ilə Sabah idi. Turan Tovuz isə öz etibarlı müdafiəsinə inanırdı, güvənirdi. Hansı ki, bu müdafiə bəzən yaxşı nəticələr qazandırır, amma bəzən də istədiyini komanda edə bilmir. Ümumiyyətlə, bəzən heç nə eləyə bilmir. Bax, bu görüş də həmin qarşılaşmalardan idi. Çox çarəsiz, çox zəif görünən bir Turan Tovuz var idi. Bir qədər əvvələ getməyimizi də istəyəcəm. Biz Şahdağ Qusarla Kubok oyununu da unutmamalıyıq. Həmin qarşılaşmada komanda istədiyinə çatdı. Kubok oyunlarının ruhuna, tərzinə uyğun olaraq futbolçular biraz soyuq yanaşırdılar, biraz az motivasiyalıydılar. Daha az güc sərf eləyərək, daha sakit oynayaraq bu qələbəni, bu mərhələni təmin etmək istəyirdilər. Bunu bacardılar, amma biz ayrı-ayrı epizodlarda komandada nə qədər problemlərin olduğunu gördük. Məsələn, şans verilən bu mövsüm əvvəlində yaxşı şans almış, sonradan heyətə düşə bilməyən Veysel Rzayev, eyni zamanda Abdullah Rzayev, Alex Souza, orta xəttdəki bir sıra adlar o qədər xırda səhvlərlə, o qədər belə deyək, uşaq səhvləri ilə, o qədər texniki səhvlərlə yadda qalırdılar ki, həmin oyunu əgər diqqətlə izlədirsə, artıq oradan müəyyən siqnallar almaq olardı. Bəzi adlar var ki, bu komandada Sabahla oynadı. Ümumiyyətlə, mövsümün buna qədərki oyunlarına da şamil eləyib demək olar. Bəzi adlar var ki, aldığı pulun, qazancın haqqını vermir. Yəni, o dəyərdə futbolçu olmadığını göstərir. Bəzi adlar var ki, Turan Tovuz adının haqqını vermir. Bu komandanın azarkeşinə, bu komandanın ruhuna uyğun deyil və o istəyi, o əzmi görə bilmirik bəzi oyunlarda. Bax, bu problemlər özünü düşünürəm ki, Sabahla oyunda tamam başqa cür biruzə verdi və azarkeşlərin də etirazı haqlıdır. Məğlubiyyətin və uğursuzluqların cavabı verilməlidir. Buna məsul şəxslər var. Qurban Berdiyev və futbolçuları buna məsuldur. Bunun günahkarıdır və bu vəziyyətə cavabdeh etdilər, belə deyək. Ümumiyyətlə, Qurban Berdiyevin işi bəyənilməməsi zaman-zaman artıq ilk günlərdən bəri, onun gəlişinin ilk günlərindən bəri müzakirə mövzusudur. Tovuz onsuz da nəticəyə oynayan, nəticəyə hesablanmış futbolu qəbul etmir. Tovuz azarkeş onsuz da bu futbolla barışa bilmir. Ancaq nəticə olarsa, Turan Tovuzun illərdir Premyer Liqadan uzaq qalması, bundan sonraki periodda daha güclü olması, daha yaxşı möhkəmlənməsi, daha adına layiq yerlərə gəlməsi üçün nəticənin vacibliyini nəzərə alaraq azarkeşlər düşünürəm ki, ayrı-ayrı mərhələlərdə səbr edir. Ancaq nəticə də yoxdursa artıq bu azarkeşin qarşısında durmaq çox çətindir. Biz bunu istefa şüarlarından da gördük. Doğrudur, indi orada da müzakirə olunmalı məsələlər var. Biz öz kanallarımızda olan söhbətlərimizdə ayrı-ayrı dönəmlərdə bu barədə danışmışıq. Tovuz azarkeşləri futbolu bilir ifadəsinə layiq olmalıdırlar. Bəzən böyük davranmalıdırlar, bəzən iradə göstərməlidirlər, bəzən komandanın yanında olmağı bacarmalıdırlar. Ancaq indiki situasiyada biz gördük ki, əslində onlara qarşı bu futbolla məşqçilər korpusu və klubun işi olduqca çətindir.
Ümumilikdə məşqçilər korpusundan söz düşmüşkən biz etiraf eləyək ki, onlar da elə əsas problem onlardadır. Çünki yaxşı nəticələr olarsa onların aktivinə yazırıq Qurbanberdiyev və komandasının, amma uğursuzluqlar varsa da onların passivinə yazılmalıdır. Qurbanberdiyev və köməkçilərindən də indi danışmalıyıq deyə düşünürəm. Məsələn, Yunis Hüseynov mətbuat üzərindən komanda üçün nə qədər çalışdığını, komanda üçün nə qədər fədakarlığa hazır olduğunu göstərir. Məsələn, milli komandanın baş məşqçisi Ayxan Abbasovun Turantovuzla bağlı çıxışlarına mütəmadi münasibətlər bildirirdi. Orada bir atışma da var idi. Orada bir Turantovuzu müdafiə etmək də var idi. Amma əgər bunu edirsənsə, işinlə də məncə futbol tərəfindən də hər kəsə cavab verilməlidir. Futbol tərəfindən də komanda özünü göstərməlidir. Cavid Hüseynovun gedişindən sonra sanki komandada köməkçi məşqçinin işində biz oyuna baxarkən onu hiss eləməsək də klubu ümumi belə bir dərin analiz etdikdə, dərin proseslərə baxdıqda, oradan gələn siqnallara baxdıqda, ümumi prosesə baxdıqda görürük ki, Yunis Hüseynov tam olaraq Cavid Hüseynovu və yaxud da ümumiyyətlə bir Qurbanberdiyev köməkçisi postunu layiqincə sanki tamamlamır. Orada hansısa bir problemlər mi var, anlaşılmazlıq mı var, hansısa bir iş birliyində axsımalar mı var, futbolçularla ünsiyyətdə mi problemlər var, bilmirəm, amma burada biz hər dəfə detallara varırıqsa, məsələn, futbolçulardır, baş məşqçi Qurbanberdiyevdir, amma onunla yanaşı köməkçilərini də bir bu məsələdə düşünürəm ki, silkələməliyik, biraz daha düşünməyə, biraz daha çalışmağa vadar etməliyik. Onlar da bu məsələdə biraz daha artırmalıdırlar. Ayrı-ayrı adlar var ki, mövsümün gedişatı bizə göstərir ki, bəzi futbolçular da sanki bu komandaya layiq deyil. Bu uğurlu olunan, qələbə qazanılan oyunlarda görünməsə də, məğlubiyyət olan uğursuzluq dönəmlərində çox aşkar biruzə verir və bax bu dönəmlər həm də bunları görmək üçün çox yaxşı səbəbdir. İndi əsas sual Qurbanberdiyev istefaya göndərilməlidirmi? Məncə yox. Rəhbərlik hansı qərarı verir, hansı futbola baxışı var bilmirik. Dəqiq bilmək çətindir. İstənilən halda qərardan sonra bilinəcək. Amma qışda mən düşünmürəm ki, Qurbanberdiyev istefaya göndərilməlidir. Bu barədə rəhbərliyin indi iradəsi vacibdir. Çünki komandada biz ölkə futbolunda hər zaman deyirik ki, klub rəhbərləri məşqçiyə şans tanımalıdır, iradə göstərməlidir, daha həvəskar yox, daha peşəkar yanaşmalıdır, daha ciddi yanaşmalıdır bu məsələlərə. Bax, indi də Turantovuzda bu məqam yetişib. İlk dəfədir bəlkə də bu qədər belə kütləvi etirazlar var və bunun fonunda tamam, Azarkeş istədi, mən də onu istefaya göndərim deyilərsə, mən düşünürəm ki, bu doğru olmaz. Ən azı mövsümün sonuna qədər dözmək lazımdır. Mövsümün sonu artıq birbaşa nəticə üçün bizə əsas verəcək. Əgər komanda Avrokuboklara getməsə, bu birbaşa Berdiyevə inanmağın yanlış olduğunu və Qurbanberdiyevin artıq bu işi bacarmadığını göstərəcək mövcud heyət və imkanlarla. Yox, əgər mövsümün sonuna qədər şans verilməsə, indi istefa qərarı verilərsə, düşünürəm ki, Turantovuzun işi çox çətin olacaq. Çünki komandada daha çox sanki transferlər, komandanın qurulması Qurbanberdiyevin oyun stilinə, müdafiəyə uyğun hesablanmışdı və birdən-birə bu mövsümü də futbolçuların mövsümün birinci hissəsini də, birinci yarısında belə keçirməsi, buna köklənməsi və birdən-birə hər şey dəyişərək yeni fəlsəfə, yeni məşqçi ilə uğurlu olmaq ehtimalı azdır. Ümumiyyətlə, Qurbanberdiyev gedəcəksə komandaya yeni gələcək baş məşqçidən Avrokuboklar istəmək, nəticə istəmək mümkün olmayacaq. Çünki özünün yığdığı heyət deyil və artıq yeni mövsümə hazırlaşmaq məcburiyyəti yaranacaq və yeni mövsümə də yeni islahatlarla futbolçuların bir çoxları getməlidir. Böyük əksəriyyəti ilə 1 illik deyil müqavilələr, 2 və 3 illikdir. Onlara təzminatlar və böyük itkilər deməkdir. Ona görə mən düşünürəm ki, rəhbərlik, Azarkeş, hər kəs birləşib məşqçi və futbolçuları silkələməlidir. Onlar silkələnməlidir və Avrokubok mübarizəsini davam etdirməlidir. Avrokuboklara vəsiqədən sonra artıq yeni mövsümün planlaşmasında Qurbanberdiyevin taleyi müzakirə oluna bilər. Bu mənim baxışım idi. Siz də öz baxışlarınızı yazdığınız rəylərlə bildirə bilərsiniz. Turantovuz söhbətlərində idiniz. Bizi qarşıda
Kəpəzlə oyun gözləyir və komanda həmin oyundan sonra artıq komanda ilə bağlı bir çox suallara aydınlıq gələcək. Həmin oyundan sonra biz də mütəmadi qış fasiləsində reportajlar, yayımlar, müsahibələr eləyəcəyik ki, klubda baş verənləri daha yaxşı başa düşək, daha da aydınlaşdıraq. Bu günlük bu dəfəlik bu qədər. Hələlik.